Bəzi mənbələrə görə sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalandıqdan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarmalı olacaq. Belə bir iddia ilə Ermənistanın Hraparak nəşri çıxış edir. Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşün olmaması yəqin ki, bununla izah olunur. Halbuki Vladimir Putin həmin gün tədbirə qatılan əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir, deyə bilgidə qeyd edilib. Ölkə ərazisində Rusiya hərbi bazalarının qalması ilə bağlı razılaşmanı pozmaq üçün konstitusiyada müvafiq dəyişikliyi etmək kifayət qədər belə deyək, yetərli səbəb olacaq və Paşinyan hakimiyyəti də birbaşa Rusiya hərbi bazalarının çıxarılmasına dair mövqe səsləndirməkdən çəkindiyi üçün, Rusiyanın təzyiqlərindən yayınmaq üçün, həm də qərb dairələri qarşısında götürdüyü öhdəlikləri icra etmək üçün müvafiq addım ata bilər. Yəni, konstitusiya dəyişikliyi zamanı həmin məsələnin də gündəliyə salınmasını və müzakirəyə çıxarılmasını təmin edə bilər. Düşünürəm ki, indi Ermənistan ərazisində Rusiya hərbi bazalarının çıxarılmasına çalışan Ermənistan üçün bu yeganə imkan ola bilər. Həmçinin nəşr xatırladıb ki, Gümrüdəki baza 1995-ci ildə hökumətlərarası razılaşma əsasında formalaşıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Elçin Şuşalı, Qafqaz TV üçün.